hər zaman ürəklərdə yaşayan şəhid. Zaman ötdükcə fəsillər dəyişir, günlər ayları, aylar illəri, illər əsrləri, əsrlər min illikləri əvəz edərək tarix olur. Bu illər ərzində bir çox hadisələr baş verir ki, müəyyən dövrdən sonra yaddaşlardan silinir, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. 44 günə yazılan şanlı zəfər tariximiz kimi. Həmin günlər yaddaşlara əbədi həkk olundu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun əks-hücum əməliyyatı böyük qələbəmizlə başa çatdı. 30 ilə yaxın həsrətdən sonra doğma yurtlarımıza qovuşduq. Ərazi bütövlüyümüz təmin olundu. Dövlət, xalq və ordu birliyi dəmir yumruq olub düşmənin başını əzdi. Mərd oğullarımız tarix yaza-yaza tarixə yazıldılar. Onlar qələbəni tarixin səhifələrinə öz qanları ilə həkk etdilər. Bu müqəddəs yolda canlarından keçərək şəhidlik zirvəsinə ucalanlar gələcək nəsillərə örnək olacaq ömür yadigar qoydular. Tarixin bütün səhifələrində vətənimizi yağlardan mərdliklə qoruyan, torpaqlarımızın azadlığı uğrunda cəsarətlə döyüşən qəhrəman əzdadlarının haqq savaşını zəfərlə başa vurdular. Qarabağımızı azad edərək illər boyu bu yolda, bu amal uğrunda şəhid olan bütün soydaşlarımızın ruhlarını şad etdilər. Qərinələr ötür, nəsillər bir-birinə əvəz edir. Lakin bizə qələbə sevinci bəxş edən şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmurlar. Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidlik zirvəsinə yüksələnlər aramızda olmasalar da ürəklərimizdə hər zaman yaşayırlar. Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər və qeyrət simvoludur. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da şərəfli və örnək sayılır. Belə şərəfli ömür sahiblərindən biri də Cabbarov Elnur Şahmurad oğludur. Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbiçilərimizdən biri də 26 yaşlı Elnur Cabbarovdur. Əslən Laçın rayonundan olan Elnur Şahmurad oğlu Cabbarov 15 sentyabr 1994-cü ildə Ağcabədi rayonunun Taxta Körpü adlanan ərazisində Laçın rayonu məcburi köçkünlər üçün salınan yaşayış məntəqəsində anadan olub. Burada təsis edilən məktəbdə təhsil alıb. Elnur 2012-ci ildə hərbi xidmətə yollanıb. Fiziki baxımdan güclü olduğu üçün Fövqəladə Hallar Nazirliyinin Xəzər rayonunda yerləşən hərbi hissəsində xidmətə başlayıb. O, hərbi xidməti başa vurduqdan sonra polisə, İctimai Nəzarət qrupuna şəxsən keçmiş Daxili İşlər Naziri Ramil Usubov tərəfindən seçilib. Lakin Elnurun vətəninə olan sevgisi, dədə-baba torpaqlarını işğal edən düşmənə qarşı nifrəti onu hərbiçi olmağa sövq edib. Elnur vətən müharibəsinin başlanmasından bir neçə ay öncə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılıb. Ailəsinin və dostlarının dediyinə görə Elnur döyüşlərin ən qızğın olduğu bölgələrdə qəhrəmanlıqla iştirak edib. Xüsusilə Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlının Şuşa yolunun nəzarətə götürülməsində iştirak edib və ön sıralarda döyüşüb. O, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə öz həyatını təhlükəyə ataraq yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin üzünü görmədiyi 2 aylıq körpəsi yadigar qalıb. Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə şəhid Elnur Şahmurad oğlu Cabbarov vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalı və Qarabağ ordeni ilə təltif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hamlet Abbasov, Sosial Dövlət naminə İctimai Birliyin Mətbuat Xidmətinin rəhbəri, Həkəri qəzetinin xüsusi müxbiri, Qızıl Qələm media mükafatçısı.